Xoş gördük əziz dinləyicilər. Yenə də bizim inkişafımızı gözü götürməyən yağış dayanmır. Artıq 5 apreldir və bu yağışların yenidən yağması nəticəsində həm Masazırda, həm də Bakının digər ərazilərində doğrudan da böyük faciə yaranır. Elə bir faciə ki, insanları artıq 1 metrdən yuxarıya qalxıb, bir mərtəbəsi olan insanların yaşayışları çox çətinləşib, çox ağırdır. Və nəzərə almaq lazımdır, kanalizasiya suları ilə də qarışdıqda bu kifayət qədər epidemiyanın yayılmasına gətirib çıxarda bilər. Bununla işim yoxdur, amma mənə çox maraqlı gələn hadisələrdən biri Azərbaycan televiziyalarının yaydığı, Bakı TV idi səhifərimizə yaydığı və vətəndaşlardan müsahibə götürülür ki, bəs bu ərazilər deyir əvvəllər göl olub və bu ərazilərin göl olduğunu siz bilirdinizmi? Və yaxud da bilibmi burada gəlib ev tikdiniz? Baxın, gözəl insanlar, bir vətəndaşın boynuna nəyisə problemi atmaq olmaz, bir vətəndaşdan soruşmaq olmaz ki, sən burada göl idi, yoxsa göl deyildi. Əraziləri hökumət satır, dövlət qurumları satır. Dövlət qurumları bilir, bu dövlətin ordusu var, bu dövlətin gücü var, güc strukturu var, bu dövlətin suya baxanı var, kanalizasiyaya baxanı var, geologiya idarəsi var, geologiya idarəsi. Geoloji idarələr bilir harda göldür, bilir hansı yer aşağılıqdır, bilir hansı... Siz əhaliyə nəyi yükləmək istəyirsiniz? Bu əhali akademik olsaydı öz canına hayına durardı da. Bu millətin belə dəhşət fövqal səviyyədə bir savadı olsaydı, zaten biz bu günə düşməzdik ki. Yəni, siz vətəndaşdan mı soruşursunuz? Buranı bilirdim, bura göldür. Necə olur? O gölün ərazisini kim satıb? Satan qurumlar yoxdurmu? O əhali oranı öz başına mı gedib aldı? Oranı qurumlar da alıb. Geoloji idarədə mi işləyir? İnsanlara bütün problemləri yükləyir ki, o insanlar onu bilməlidir ki, bu günləri Binə bazarı olsun, Sədərək bazarı olsun. Sədərək bazarda suyun altındadır. Yaxşı, sual verirəm, o ərazidə göl vardı, o gölü niyə qurutdunuz? Bu təbiidir, təbiət elə bir sxemdir ki, təbiət sənin 100% ananı ağladar, sən təbiəti qurudarsansa, təbiətin sənə qarşı cavabı çox sərt olar. Bu gün olmaz, 2 il olmaq, 2 ildən sonra baş verər. Bugün Binə və Sədərək ərazisində gölləri niyə qurutdunuz? Buna kim icazə verdi? Niyə qurutdunuz ərazini? Hər şeyi pula çevirdiniz, hər şeyi betona çevirdiniz. Hara gəldi ac gözlüyüzdən, hər yeri qumla doldurdunuz, satdınız. Və bu günləri gölün ərazisində, vaxtı ikən 5 il bundan əvvəl göl olmuş ərazidə qurudulub ev tikilib. Evi siz satmışsınız da. Vətəndaşda nə günah var? Sən bilmirdin ki, ora göl ərazisidir. Sən bilmirdin ki, ora su gələ bilər. Sən bilmirdin ki, burada infrastruktur qurmaq olmaz. Əhalidə nə günah var? Əhali nə bilir onu? Əhali geoloqdur. Nə bilim, əhali fizikdir, bilsin. Hər yeri bilməli ki, burada göl olar, burada hər şeyi niyə vətəndaşa yüklürsünüz? Bu sizin səlahiyyətiniz daxilindədir. Bu sizin məsuliyyətinizdir də. Hər şeyi acgözlükdən gölün də ərazisini satdınız, hər şeyi qurutdunuz, satdınız. İndi də təbiət gəlir sizə şillə vurur. Əslində bu yağış deyil. Bu normadan artıq da yağmayıb, inanın mənə. Bu sadə bir yağıntıdır. Bu yağıntıdan, inanın mənə, Berlində hər gün olur. Avropada hər gün bu yağıntıdan var. Sadəcə olaraq bütün yolları bağlamışsınız, kanalizasiya sistemi yoxdur. Bu kanalizasiya sistemi olmadığı səviyyədə sular bir yerdə ən aşağı relyefdə dayanır və o ərazidə olan evləri də batırır. Yəni, burada əhalinin nəyisə yükləmək lazım deyil. Sizin sadəcə olaraq acgözlüyünüz nəticəsində hər yeri satmışsınız, gölün də ərazisini satmışsınız. Vətəndaş hətta orada göl olduğunu bilib, orada ev tiksə də yenə onun günahı yoxdur. Vətəndaş bunları hesablaya bilməyə bilər, vətəndaşdır o. O yazıq sadə, nə bilim, bir ucuz yer axtarır ki, bir balaca torpaq alıb ev tiksin, başını soxsun ora. Sən ona nə yüklürsən? O problem sənin problemindir. O problemi sən bilməliydin və əraziləri sən müəyyən edirsən. Sən satmısan, ona görə də ən böyük günah da əlbəttə ki, bu qurumlardadır ki, o qurumlar vətəndaşı bu günləri çox ağır vəziyyətə salıb. Təşəkkür edirəm.